Sənə çatmalı olan şeylər sənə gəlib çatacaq. O şey ki, gərək sənə gəlməsin, gəlməyəcək onsuz sənə. Sən nə etsən də gəlməyəcək. Bu dünyada, bu aləmdə nə ki sənə gəlib çatmalıdır, onsuz da gəlib çatacaq və heç kəs ona mane ola bilməz. Və o şey ki sənə gəlib çatmamalıdır, sən nə etsən də onu əldə edə bilməyəcəksən. Həzrət Əli əleyhissalamın Nəhcül Bəlağədə Allahın vəsfi var. Tövhid xutbəsi var. Orada buyurur ki, bəzən deyir həyatımda bəzi vaxtlar oldu ki, mən ciddi cəhdlə, bütün iradəmlə, bütün enerjimi, gücümü qoydum. Buna görə ki, bir şeyləri əldə edeyim, amma alınmadı. Bəzən də əksi oldu. Mən deyir bütün iradəmlə, varlığımla istədim ki, bu şeylər olmasın, amma oldu şeylər. Onda deyir başa düşdüm ki, bu aləmdə mənim iradəmdən kənar bir başqa iradə var. Yəni fikrin rahat olsun. Sənə bir zərər də gəlsə, sənin xeyrinədir. Və bir xeyrə çatmaq istəsən, heç kəs mane ola bilməz ona.